Hər kəsə salam. Əgər siz də mənim kimi dərslərə konsantrə olmaq üçün, odaqlanmaq üçün çətinlik çəkirsinizsə, tapdığım bu çarə sizin də işinizə yaraya bilər. İlk öncə iPhone-larda App Store-dan, Android-lərdə isə Play Store-dan girib Foxflight yazaraq bu proqramı yükləyirik. Daha sonra Google-a daxil olaraq axtarış yerinə Country Wheel yazırıq və orada çıxan Picker Wheel saytına daxil oluruq. Burada bir çox seçimlər mövcuddur. İstəsək bütün ölkələri, istəsək qitələrə ayıraraq ölkələri çarxa daxil edə bilirik. Daha sonra isə çarxı fırladırıq. Bəli, bizə burada Pakistan çıxdı. Bəzən Foxflight proqramı ölkələrin adını deyil də, onların ən məşhur hava limanlarının adını qəbul edir. Sizə çıxan ölkənin hava limanının adını əgər bilmirsinizsə, onu da ayrıca internetdən araşdıra bilərsiniz. Çıxdı bizə hər hansı bir ölkə çıxdıqdan sonra Foxflight-a daxil olaraq hal-hazırda olduğumuz ölkəni qeyd edib, daha sonra isə bizə çıxda çıxan ölkənin ən məşhur hava limanının adını qeyd edərək axtarışa veririk. Hava limanına daxil olduqdan sonra isə bizə bir təyyarə şəkli verilir və burada hansı sırada, hansı tərəfdə oturmaq istədiyimizi seçirik. Daha sonra isə odaqlanmaq istədiyimiz fəaliyyətin seçimləri çıxır ki, bunlardan hər hansı birini seçirik. Və sonra biletimiz verilir. Bileti yoxladıqdan sonra kəsib təsdiqləyirik. Və uçuşa hazırıq. Mən İstanbuldan Pakistana gedirəm və bunun üçün 3952 kilometr məsafəm var və bu məsafəni 3 saat 10 dəqiqəyə qət edəcəm. Bu da o deməkdir ki, 3 saat 10 dəqiqə dayanmadan dərs oxuyacam. Arxa fondakı səsin səs səviyyəsini dəyişə bilərik, çoxaldı və azalda bilərik və burada müxtəlif səslər mövcuddur. Yağış səsi, okean səsi, meşə səsi, təyyarə səsi öz seçiminizdən asılıdır. Sanki həqiqətən də harasa səyahət edirsizmiş kimi hiss olunur və ora çatana qədər həqiqətən də dərs oxunur. Denəndə onaylandı. İndi isə sıra sizdədir. Əgər belə videolar işinizə yarayırsa, o zaman yorumlarda bildirin, artı da gəlsin. Çünki bu araşdırmalarım sayəsində bundan başqa bir çox fərqli proqramlar da tapmışam. Onları da sizinlə bölüşüm. Hər kəsə uğurlar, görüşmək ümidi ilə.